hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 13-cü sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. Deyir ki, Anar, Rıza və Samir 3 universitetdə A, B, C universitetlərində müxtəlif fənləri tədris edirlər. Bizə məlum olan müəyyən cümlələr əsasında biz Rızanın hansı fəndə, hansı universitetdə tədris etdiyini tapmalıyıq. Bu da bir məntiqi sual nümunəsidir və bunun həlli üçün ən yaxşı üsul elə cədvəl qurmaqdır. Gəlin buna əsasən cədvəlimizi quraq. İndi cümlələrimizi əsasən cədvəldə plus minusumuzu yazaq. Deməli, bu birinci cümləmiz olsun. 2, 3 və 4. Deyir ki, Anar A-da, Rıza isə B-də işləmir. Anar üçün A-ya minus qoyuram, Rıza üçün B-yə minus qoyuram. A-da işləyən şəxs tarixi tədris etmir. A üçün yazıram, tarixi tədris etmədi. Kres işarəsini qoyduq. Daha sonra B-də işləyən şəxs iqtisadiyyatı tədris edir. B-də işləyən şəxs kimdirsə, bunun üçün iqtisadiyyatı tədris edir yazmalıyıq. Rıza biologiyanı tədris etmədi. Rızaya yazdıq, biologiyaya minus qoyduq. Deməli, burada üçüncü cümləmizə baxsaq, deyir ki, B-də işləyən şəxs iqtisadiyyatı tədris edir. B-də işləyən iqtisadiyyatı tədris edirsə və Rıza da B-də işləmirsə, deməli, Rıza iqtisadiyyatı tədris edə bilməz, düzdürmü? Ona görə iqtisadiyyat üçün, Rıza üçün iqtisadiyyata minus yazıram. Bu durumda Rıza üçün hansı ixtisas qalır? Qalır tarix. Deməli, Rıza tarixi tədris edəcək. Digərlərinə tarix üçün minus yazıram. Və indi görək hansı şəhərdə tarixi tədris edir. Bayaq dedi ki, burada cümlələrimizin birində dedi ki, A-da işləyən şəxs deməli, tarixi tədris etmir. Deməli, A-da işləyən tarixi tədris etmirsə və Rıza tarixi tədris edirsə, deməli, Rıza A-da işləyə bilməz də. Düzdürmü? Yəni, A-da işləyən tarixi tədris etmir deyir. Ona görə Rıza A-da işləməyəcək. Rıza üçün onda qalacaq C şəhəri və C şəhərində tarixi tədris etmiş olacaq. Bu durumda A şəhərində Samir qalacaq. Deməli. Və bizə B-də işləyən şəxsin iqtisadiyyatı tədris etdiyi deyilir. Deməli, burada B şəhərinə kim qalır? B şəhərinə qalır bizim üçün Anar. Deməli, Rıza C-də oldu, Samir B-də. Anar olacaq, Samir A-da özür istəyirəm. Anar olacaq B şəhərində və buna da minus yazaq, buna da minus yazaq. Və deyir ki, B şəhərində olan iqtisadiyyatı tədris edir. Deməli, Anar olacaq iqtisadiyyat, digərinə minus qoyuram. Anar iqtisadiyyatdırsa, Samirə də biologiya fənni qalmış olacaq. Bizdən Rızanı istədiyinə görə Rıza deməli C şəhərində tarixi tədris etmiş olacaq. Cavabımız olacaq B variantı. Ümid edirəm ki, fikrim aydındır. Bu qədər. Sağ olun. Allah amanında.